صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. والله أحد الله لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Allahümme salli ala Muhammed. Şəhid Cavit Hümmetoğlu başta olmaqla cəmi şəhidlərimizin Allah ruhları şad eləsin. Allah geniş olan rəhmətin Allah daha da artırsın. Onlara xatir biz günahkar qulları da bağışlasın. Allah ziyarətimizi qəbul etsin. Ruhumuz şad olsun qəhrəman oğullar. Bugün Tovuz rayonunun Alakol kəndindəyik. Tək Tovuzun yox, ümum Azərbaycanın qəhrəmanı olan bir nömrəli snayperist, xüsusi təyinatlı qüvvələrin giziri, dəfələrlə bayrağımızı dövlətlər içində dalğalandırmış qəhrəman igidimiz, bayraq ordenli şəhidimiz Hüseynov Cavid Hümbətoğlu'nun anım günüdür. Şəhadətindən 5 il ötür artıq. Allah onu şad eləsin. Allah anamıza, Hümbət Atiyə bol səbir versin. Həqiqətən çətindir. Bizlər hər zaman olduğu kimi Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq şəhidlərimizin ziyarətində oluruq. Bugünsə tək Tovuzdan yox, digər rayonlardan, bölgələrdən dəyərli şəhid ataları, şəhid anaları qonaq gəlir, şəhidimizin ziyarətinə gəlir. Allah ziyarətlərini qəbul eləsin hər bir kəsin. Allah anamıza səbir versin. Ağzımdan yanan dilim, ay Cavid, ay Cavid. Başımdan düşen tacım, ay Cavid. Sen benim baş tacımıydın, ay Cavid. Atamın anamın ruhu incimesin, sen benim atam anamıydın, ay Cavid. Başım kardeşimiydin, ay Cavid. Oğlum kızım seniydin, ay Cavid. Görünmeyen yalvar sana kurban, ay Cavid. Ay Cavid. Ben sana hele Layla dememişim 5 yılda, ay Cavid. Ama sen körpeliğinden ile Layla seven uşağıydın. Layla çalmamış yatmazdın, ay Cavid. Ben çalmayana 5'e kulağında özüne neyini çalırdım özün, ay Cavid. 5 yılda yuxuya gedibsən, qalxanmırsan anamızsın. Bunlar 5 yıldır büyürler, 5 yıllar tamam olur. Ancak bize inanırsınız mı? Onu yaşamayan bilmez. O büyük 5 yıl bize belki de 5 milizdi. Bize daha takiyetimiz kalmıyor. Ay senin güzarı. Oynatmayan konçalar, güzalılar. Bize duası olsun. Hakkını bize halal eylesin bizim yolumuzdaki. Hakkını bize halal eylesin. Bütün şehitler hakkını yerde kalanlara halal eylesin. Ben Kur'an takdir eylesin. Allah'ın yolunda yolcularımız ularım yani. Annemle giden yolda biz geldik. İcazı verin. En yaşlı buranın. Bismillahirrahmanirrahim. والشمس وضحاها والقمر إذا تلاها والنهار إذا جلاها والليل إذا يغشاها والسماء وما بناها والأرض وما طحاها ونفس وما سواها فألهمها فجورها تقواها قد أفلح من زكاها وقد خاب من ترجعون إنا لله وإنا إليه راجعون صدق الله العلي العظيم
وصدق رسول النبي الكريم ونحن على ذلك من الشاهدين والشاكرين والحمد لله رب العالمين سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين يا رب العالمين اللهم اغفر للمؤمنين والمؤمنات her mecrara şahit sabit hürmet başta olmakla cemi şehitler uzanlarından edip bizler onlara selam verdiler. Şehitlerin yanında olan hepsine bizlerden de rahmet esirgeme. Nimetlerini Müslümanlardan, Azerbaycan halkından esirgeme. Cümle şehitlerimizin yanında olan hepsine kalbimizde olan, gençlerimizde olan vətənpərvərlik hissiyatlarını daha da artırasan. İman verip təqva verəsən. Cemi şehitlerimiz hakkında Fatiha Allahümme salli ala Muhammed ve aleyhi. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. Sıratal mustakîm. Sıratallezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lahu kufuven ehad. Allahümme salli ala Muhammed ve ali. Şehit sabitinin başta olmakla cemi şehitlerimizin Allah ruhlarını şad eder. Onların hakkını layıkınca ödemeyi bu halka, bu ümmete Allah nasip eder. Onların hakkını layıkınca bizler de yerinde ödeyek, koruyup saklayalım. Allah ruhlarını şad eləsin, Allah şehitlere hatir. Kərbimizi başlasın. Quran-ı Kerim Əl-Bəqərə surəsində Allah Teala buyurur ki, şəhidlərə ölüb deməyin. Onlar diridirlər. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد الله أكبر بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد ونحن على ما قال ربنا وخالقنا ورازقنا ومولانا من الشاهدين الشاكرين بقلب السليم آمين الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين آمين اللهم ربنا يا ربنا تقبل منا إنك أنت السميع العليم وتب علينا يا مولانا إنك أنت التواب الرحيم آمين واهدنا إلى حق وإلى طريق مستقيم واعف عنا يا كريم واعف عنا يا حليم واغفر لنا ذنوبنا يا رحمن يا رحيم اللهم ربنا تقبل منا ختم القرآن العظيم
أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. والشمس يضحاها والقمر إذا تلاها والنار إذا جلاها والليل إذا يغشاها والسماء وما بناها والأرض وما طحاها ونفس وما سواها فجورها تقواها قد أفلح من زكاها وقد خاب من دساها كذبت ثمود بتقواها دمعت أشقاها فقال لهم رسول الله ناقة الله وسقياها فكذبوا وعقروا ذنبا